Əzizləri, bugün sizi Xırdalanında mərkəzdə Gün Aşağılıq Sarayının aşağı belə bir 4 otaqlı 2 sotda tam mülkiyyət özünə tikilən bir həyət evi çəkib göstərəcəyik sizə. Evi də göstərirəm sizə, baxın. Cüt daşdan tikilib, ortası monolit betondur. Geniş həyəti var. 3-4 maşın həyətinə girir. Belə bir. Çox geniş həyəti var. Yerləşdiyi yer mərkəzdədir. 5 daş kürsüdür. Orada şkafımız var, əşya yığmaq üçün. Evimiz artı təmirlidir. Göstərəcəyik. Qiymətinə uyğun verilir. Giriş hissəsini göstərirəm sizə. Pləkanıdır. İkinci mərtəbəyə çıxır. Sağ tərəfdə böyük bir geniş mətbəxi var. Bütün pəncərələri işıqlıdır. Mətbəx mebeli var içində. Solda da belə bir qonaq otağımız var. Çox genişdir. Baxın. 40 kvadrat çəkimə qədər bir zal var. Bir balaca ələ gəzdirmək lazımdır. Boylarda. Burası metvardır. Bunun altın istəsəniz şkaf kimi yığa bilərsiniz. Dəhliz fasondur, kombisi var. Birinci mərtəbənin sanitar boşağıdır. Göstərdik. İndi göstərəcəm sizə ikinci mərtəbəni, pləkanla çıxırıq. Geniş bir xolu var. Göstərdik xolunu da. Sol tərəfdə 3 dənə yataq otağını göstərəcək sizə. Normal ölçüdədir, böyük ölçüdədir. Cütdaşlı monolitdir. Bu ikinci yataq otağımızdır. Bu da üçüncü yataq otağımızdır. Eyvanı da var. Göstərir bunun da. İkinci mərtəbədə belə bir geniş sanitar boşluğu var. Yerləşdiyi yer Gün Aşağılıq Sarayının aşağı 2 sotda inşa olunub. 4 otaqlı həyət evidir. Tam mülkiyyətli, ipoteka yararlıdır. Cüt daşdan inşa olunub. Kombisi də var. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.